İnsanlara nə tövsiyə edərdiniz? Biz öz sağlamlığımızın qeydinə qalmaq üçün nə etməliyik? Yaşa uyğun olaraq qəbul edilən normativlər çərçivəsində mütləqdir ki, hərəkətdə olmaq və qidaya nəzarətimiz ciddi şəkildə olmalıdır ki, bizim qarşıda biz hər hansı bir yaş qrupunda risk ola biləcək xəstəliklərin qarşısını ala bilək. Bax, qidaya nəzarət deyirsiniz. Konkret olaraq nə etməliyik və hansı növ qidalardan uzaq durmalıyıq? Qida ilə bağlı, yəni ürək-damar sistemi olsun, beyin damar sistemi olsun, vacib olan deməli gündəlik kalorinin qəbul edilməsi var ki, və məsələn, təzyiq üçün qeyd edilə bilər. Bu eyni zamanda ürəkdə müəyyən xəstəliklərin əmələ gəlməsinin səbəbi, eyni zamanda beyin damarlarının əmələ gəlməsinə səbəb ola bilər ki, olsun duz, olsun şəkər qəbulu miqdarı mütləq olaraq normativ çərçivəsində olmalıdır. Orqanizmin su ehtiyatını kifayət qədər ödəməyib, az su qəbul edib, duzun miqdarını çox, şəkərin miqdarını çox etsək, biz müəyyən zamandan sonra ciddi xəstəliklərlə üzbəüz qala bilərik. YouTube kanalımıza abunə olun.